Dostlarımıza salamlar. Ben bu seviyede Qarabağın yeni bir bölümünden karşınızdayım. Bildiğiniz kimi Şampiyonlar Liginə çıxmağa çalışırdıq. İlk oyunu buradan da sizə göstərim. Galatasaray 2-1 uduzduq səfər maçını. İndi ev maçımız olacaq. Görək nə tür olacaq. Bu arada dostlar, bu bölümdə çox oyunun adını soruşanlar Warsaw'un Champ'dir dostlar. Yazın play'da çıxacaq o sözü. Bu oyunu yazın, elə özü çıxacaq. Xəbərdə də Qarabağ yazılıb. Başlayaq dostlar. Biz iki şampiyonlar maçını özümüz oynayırıq. Maraqlıların. Galatasaray maçını oynayacağıq. Başlayaq. Osimhen'i satsaydılar yaxşı olardı. Ev oyunumuzda cavab maçı. Galatasaray hücumda. Oy oy oy. Osimhen. Qapısını da keçdi. Nə olub ola bu Galatasaray? Çox pis gəlirlər. Və topu xilas eləyə bildik dostlar. Ala nə olub? Bunlar nə tez hücuma gəlirlər. Osimhen'ə buraxmayın. Osimhen'ə buraxmayın. Çok qəşəng. Hadi Qarabağ. Yine şeye düşməyək də. Avrupaya. Gidip böyütme. Osimhen 4-1. Ha, biz əlində hücuma çıxırıq. Mustera. Yeni 2-1'də azarkeşlərimiz ümidlənib keçə bilərik deyə. Sarı kart Galatasaraydan gördük. Yaxşı. Bırakma. Çat ona. Oy, qəşəng. Nə qəşəyi bu. Hücumda da yatıblar. Cəza sahasının içi tez sürüşkəndi. Ona baxın dostlar. Hala koyma. Hala Osimhen. Ne var bu Osimhen 6-2. Pul olsa gəl Osimhen'i götürək biz dostlar. Buradan da sürət hızı deyim. Oy Osimhen nədir? Böyük ihtimal eləndi ya. Belə 6-2 oldu ama belə 4-1 tuturuq. 2 oyunda bir gol vura bilmişik. 6 eləndi. Osimhen maçın adamı oldu. Bu maçları tez keçək. Dostlar, bu bölüm tarmağa çalışacağım ki Qarabağ hikayəsini. Çünki oyuna güncəlləmə gəldi. Bilirsiniz ki bizim liqamız olacaq 12. Yəni o görə təzə hiləlisini tapacağım oyunun. 12'si olanı. Yəni çıxardarlar, ümidvaram ki. Arxa sürümdən çəkməyə şey eləmirəm dostlar. Onda izləyici də gəlmir heç. Ona görə elə eləyəcəm. Görün bu bölümdə tara biləcəm. Dostlar, video çox ola bilər yəni dəqiqəsi. İstəyən baxa, istəyən baxmaz usta dostlar. Oy 73'dü. 100 Azərbaycanı. Bu uşaq gəlişər. Baxaq buradan. Ha, 91'ə gəlişir dostlar. Neftçiyə qarşı dərbi 3-1. Ziriyə qarşı 3-1 və rəqiblərimiz Avrupa Ligi. Real Sociedad, Olimpiya Lyon. Bu ara aynıydı, bilmədim. Rangers, Azakmar və çox rəqiblərin dostlar adını bilmirəm. Siz videonu dayandırıb baxarsınız kimlər var Avrupa'da. Trabzon var, Türk takımı. Bir də Başakşehir. Vəsiyon. Real Sociedad'ın kadro. Dostlar, ben Japon oynadılar. İndi bu Japonu alıp satmalıyım. Çünkü bilirsiniz qayda dışıdır o. Kuraldı. Baştan demiştim ona. Hani Japon mu daha? Buradan bir tane 21'ini çəkək. Dostlar, bu arada gerçekliği qaçmır istiyor. Çünkü birinci bölümde demiştim ki Japon, Erməni, Güney Koreli oynadanlar yani
Onlar alınmır bu oyuna. Yani bu qaydaya. Başka kral demiştim. Və indi 31 milyonumuz var dostlar. O transfer eləyək. Nə transfer eləyək? Ruby axtarırdıq biz 73'ü. Buradan Paris salar görəsən. Salmır. Buradan bir dənə götürə bilərik. 84 deyiz atdıq. 82 deyil. Bırakırıq futbolu. Real Madrid'de oynayır. Real Madrid'de satır o dəqiqə. Bu oyuncusunu götürdüm. Bu bizi qəşəng gəlişdirər. 83 idi özə. Qoyduq və belə. Bunu sataq uzayıb Braziliyalı. Bir Braziliyalı geldi, bir Braziliyalı getdi dostlar elə bir. 11 milyonumuz var. Ona bir dənə götürə bilirik, görək 74'sü. Götürərik burada. Allah nə qiymətlər. Ot qiyməti nə olub bu oyuncuların. 11 milyona nə götürə bilərik biz? Bunu satırlar görsən dirək. Yox. %76'lıq deyib bunlarda. Bunu götürək dostlar, ən yaxşısı. Bunlar da direkt satırlar. Heç olmasa kadromuz gəlişər. Gələk buradan oyaq. Burada dostlar, bunu satacağım. Bir yandan plat ihtiyacımız var dostlar. Onu dostlar tapamadım hep daha. Size sattık getdi bunu da. Başlayaq. Səfər oyunu Royal Sociedad. İlk oyunumuz və başladıq. Burada dostlar Avrupa Ligi'ndə özüm oynaya bilərəm. Yəni fərqi yoxdur. Güclü takımlara qarşı oynaya bilərik dostlar. İstəsək. Çünki bütün YouTuberlar elə eləyir əslində. Baxıb görmüşəm. Sabah ilə oyununda tutacaq. 2-0. Kubok maçımız və 2-0. Və dostlar ikinci maçımız və 6-0 qəşəng. Və Olimpiya Leon. Kadroları yəni elədir 4 güclü. Bunu simülə edə bilərik yəni. Uşaqlar bir maç tutun da. Santrapol təkcə qol vurub. Bu orta sahalar nə işə yarıyorsunuz? Neçəlik oyuncularsınız siz yala. Travmasını keçək. Ne bortda santrafor adamlarsınız ya. Ancaq liga maçında qol vurursunuz. Mənə də lazımdır axı. Məncə Avropa kubokları maraqlandırır. Axırı başqası da vurdu qol. O da kim bilir nə qədər gəlib. Bir rəqib qapçı maçının oyuncusu olmuşdu. Bəzən dostlar öz qaplarına vurdular. Nıfı. O kimdir? O baxaq. Kimdir o? Kimdir? Santrafor. Hə. Arsenal dostlar hücumçumuzu istəyir. Satmayacaq əlbəttə ki. Bir dənə hücumçumuz var. Qəbələyə qarşı. Hə, bəzən dostlar elə oyuncular olur ki 83'lük. 70'lik oyuncular ondan yaxşı oynayır. Yəni elə bir potansiyəldədirlər. Araz Naxçıvana qarşı. Biz ligdə bərabərə qaldıq. Avrupa'da biz nə gözləyək? Səfər oyunu. Qəşəng uşaqlar, baxın dayanmadan qol vuraq. Bizə qalibiyyət lazımdır. 16-cıyıq 4 maçda. 2-8'ə girə bilərik hələ ki.
Kəfəz 2-1. Lig də bizi çox işimizi çətinləşdirir əslində. Orada da çətin oyuncular var. Rangers səfər oyunu. Ya bunları simləyək. Bəlkə son 16'lar özümü oynadım. Bu bərabərə. Yenə 16'cıyıq. Neftçiyə qarşı 5-0 düz. Kubok oyunu Araz Naxçıvana qarşı 1-0. Kubokdan dələni uşaqlar sizə rahat deyil. Çox yorğundur oyuncular. Olsun. Qırmızı kart görən sənin mən belə baxım. Bax sənin mən. Orada 61 oyuncusunu oynadacaq böyükdür. Azakmar qəşəng 76'lıq Japon oynadılar. Və bu bizim işimizə gəldi. Ya tapdın da o Japonu. Daha. Dostlar buradan 10 milyon götürəcəm. 10 milyon götürə bilər yalnız. 5.9 yox dedilər. 6.9 qəbul elədilər. Bunu sataq. Biz özümüzə kullanamırıq. Getdi. Hala bir sonraki rəqibimiz o idi bizim, hə? Hə, dostlar daha. Sparta bırak. Nə transfer eləyə bilərik dostlar? Bir qapıcı götürək də, hə dostlar, qapıcı götürək 74'sü. Qapıcı yədəkdən görək. Bax qəşəng qapıcılar var Hüseyn. Ofla 37 yaşı var. Bu sezon bizi idarə eləyər. O götürək. Xoş gəldin Ovlaq. Qapıya get. Bu oyuncumuzu satmayacaq çünki dostlar Ovlaq ola bilsin futbolu bıraxacaq sezon sonu. Və belə. Başlayaq start təzən. Azakmar ev oyunumuz. Bunu da oynamayacağım. 2-0 qəşəng. Dostlar görürsünüz Azakmar dayanmadan gəlib Oğlağın rentinə baxın 8.8. Oklar talıb yəni bizi bu maçda. Adını da düzgün deyəmirəm. Son 2 oyun və bizim 12, 13, 14, 15, 16, 17. 17 xalla 8'ə qala bilər yutsaq. İlk 8'ə. Hala biz Sumqayıtı tuturuq. O dərəcədir yüzey. Zirə də konfransa gedəcək, amma bəlkə də çıxamayıblar. Gedməyəcəm. Buradan 83 oyuncumuzu qoyaq. Başlayaq səfər oyunu. Sparta bırak. 3'də vurduq, 10'da vurdular 38'ə və 45 6'da. 3-1. 16 bizdən əl çəkmirik. 16 deyik biz. 12, 13, son 4. 14 xalla qalanmırıq. Heyf. Çalışacaq son 24'də aşağıda tamamlayaq 24'dən. Bu həftə çox güclü sezon götdü Avrokuboklar. Hələ davru. Şampiyonlar Liqasına biz niyə çıxamadıq? Sabaha qarşı. Bax, adamı siz lap belə şeydə qoyursunuz. Ya adam bilmirsin yerinizə kim oynatsın. Sonuncu oyun ev oyunumuz. Simləyək. Hər uşaqlar bir bərabərə və ilk 15'də tamamladık. Göyə rəqibimiz kim olacaq? Oy, rəqibə bax. Bunlar Japon oynadır. Böyük ihtimal o alıb satacaq. Yoluna kimsə götürəcək.
O kimdir öz qapımıza qol attı? Gözləyin. Kimdir o? Braziliyalıdır, 73'lü idi. Bax dostlar, ona görə deyirəm, bəzi vaxt 70'li adam ondan qəşəng oynayır. Düz heç nə olmaz. Olsa birinci illikdə. Araz Naxçıvana qarşı 1-0. Kəpəz. Sən bizə Avrokubokdan danışır. Bu nədir? Düz lig də önəmlidir. Lig də çox şey daşıyır. Yəni bəzi vaxt uduzluq qoymuşsun. Aha, bunlar öz qaplarına qol attı. Kimdir o? Hər nəysə dostlar, öyrənəm mənim kimdir. Video uzanacaq. 8-1 utduq, 8-1. Windows qapıların qapısını götürək, 78'i. Buradadır. Buna da sözü 21 milyon götürməliyəm. Çünki bu bir də əlavə pul tələb eləyəcək. 10 verək görək nə deyəcək elə. Razı olmadı. Yaxşı. Ay 20'nə də aşağı gəl. 11 verəcəm. Razı gəldi. İndi bunu sataq. Atalanta'ya getdi. İndi transfer eləyək. Kim hara. RB götürək. RB 74'sü. Hala çox bahadır bu oyuncular. Baxın dostlar. Mən kimi götürüm indi buradan. Bayerdə oynayır. Oy qəşəng. Bayer dostu dəqiqə satdı. Götürək bunu. İşimizə çox yarayacaq bu sezon. İlk 11 oldu. Başqa da dostlar. 75 üstü amı. Hmm, 17 milyona. Da 83'lük var. Royal Sociedad'da oynayır. Bunu götürək bilərik görəsən. 15 verəcəm. Qəbul elədir Royal Sociedad. Qəşəng. İlk 11'ə də qoyaq. Kaptanlığı da 84 üstünə verək. Qapıya. Soğuqlağa. Və başlayaq ev oyunumuz. Bunu hələ bir oynayaq görək nətər olacaq. Bunu özüm oynayacağım dostlar. Çünki bir-birə qaldıq. Bərabərə. Zirəyə qarşı 2-1. Və başlayaq. Getdik səfər oyuna. Maça başladı. 10-cu dəqiqədə hesab açılmayıb. Daha hücumluyuq. Uşaqlar. Öz qaplarını attılar dostlar. Nə bəli dostlar. Tək başa getdim. Gol. 3-1. Özünüz həll edə bilirdiniz uşaqlar. Niyə? 1-1 bərabərə bitirdik. 4-1 qabaqdayıq. Belə Toplamspor. Kaş biraz dərin olmasaydı. Müdafiə hardasınız? Müdafiə verdiyiz boşluğa bax. Son anda çatdırdıq özümüzü. Uzaqlaşdır. Palazan oxlaq keçir. Yenə ucumluyuq. Oyunu içəriyə geçək. Keçdin. 5-1 oldu dostlar. 5-1. Belə də 4-0 qabaqdayıq.
Dayanın bir ki. Müdafiə çox boşluq verirsiniz. Oxlaq qapıdan çıxma oxlaqsan. Qəşəng qapıcı dedi sonra oxlaq. O dəqiqə çıxır qapısına. Bizə sarı kart olan görən oldu ki onu dəyişdirək hər ehtimala qarşı. Sarı görən kimi dəyişdirirəm dostlar. Hadi. Uzaqdan zərbə olmadı. Hücumdadılar. Oh. Qəşəng. Oy, hardan hücum qurursunuz siz? O da çıxardıq. Oyuna soxduğumuzda qırmızı kart. Sarı kart gördü. İkisi də sarı kart. Ola baxın dostlar. Qapıcının əlindən sürüşdü top. Oy oy oy. Qəşəng. 6-1 oldu. Sürəti yox, sən sürətlisən. Keçdin, qapıya baxdın. Şeylə asfaltdan. Asfalt. 5-0 belə dostlar. Və bəli, bitdi bu maç. Və bizdən kim var görək. Heç kəs yoxdur bizdən. Belə. Görə rəqibimiz kim olacaq? Frankfurt. Oy oy oy. Ən çətin rəqiblərdən biridir dostlar. Demək olar ki. Və biz də sezona başladıq. Frankfurt çətin komandadır. Bunu da özüm oynayacağım. Və start götürək. Maça başladı. Frankfurt ilk hücumun qurur. Yan xəttdən topu qaldırdı. 4-cü dəqiqədən ilk qolu qapımızda görürük. Və içəriyə və boş qapıya. Gol. 1-1. Hadi uşaqlar, 6-cı dəqiqədə də biz cavab verdik. Ay, sürüşdüm çox pis. Bu nə deyirlər, 20-ci dəqiqə olmayıb, belə 2-1-dir. Çox oyun əsəbi gedir. Bizə də ən çətin komandanı verdilər. Boşluğa bax, müdafiə, boşluğa bax. 3-1. Bu müdafiə niyə belə boşluqlar verir? Kim oynayayım mən indi burada? Ancaq belə eləyə bilərəm dostlar. O da heç bir işə yaramadı. İlk yarım bitir oca. İlk yarı bitti. İkinci yarıdır. Hadi uşaqlar. Heç olmasa 3-2 eləyək. Oxlaq, yatma, oxlaq. Oy oy oy. Qapı ağzında gərginlik yaşandı. Və hadi. Keçdin rəqibləri. Gol. Bərabərliyi bulmağa bir gol lazım. 3-2'dir. Beşe oxlağın üstünə gəldi top. Hadi uşaqlar, bir gol. Hadi bir gol. Beşe hücumda yox. Bundan gol çıxarda bilərik. Kolumbiyalı hücumçumuz bizi daşıyır, əməlli başlı, 33 yaşlı. Beşe hadi oyna. 30 nömrəli Kolumbiyalı futbolçumuz. Qapçıları çıx. Susur Almanya. Frankfurt susur. 4-3. Qarabağ 5'e. Və bitti. Onda 10'la oynayır bir Kolumbiyalı hücumçumuz. 4-cü yerə girdi. Asistlərdə yox, amma qolda 4-cü yerdir. Çox çətin, gərgin maç keçdi. Bir gol avantajımız olacaq.
Frankfurt səfər oyunu. Hava. Evdə biz belə çətinlik yaşadıq. Səfərdə görəsən nə olacaq? Bir gol avantajımız var uşaqlar, yenə deyirəm. 5 uzaqlaşdırdıq. 4-3 dələ ki. Frankfurt bir nəfəs saldı. Qoyma. Oxlaq, səfər yol vermə. Oxlağın üzündən oldu zeyq gol yeməyimiz. Qapısından çıxdı. Hadi uşaqlar. Oyda. Hələ ki bərabərdə heç nə bitməyib demək olar. Hala bir dayanın da nə bir ilk yarı təzə açılıb. Qəşəng. Topu havada qoymadıq. Dəysin qapıya. Və hücumlu yuxarı uşaqlar. Mən uşaqlar. Çox gecikdim oy və 5-4. Yine bir gol avantajımız var. Oy. Çox pis oldu. İlerleyen dəqiqələrdə çıxardaram oyundan. 2 dənə müdafiəçimiz gördü. Bunu çıxardım eləlik. Uşaqlar çox sarı vərəqə görürsünüz. Bıraxma. Çölə. Oxlağın dəlindən sürüşmüşdü. Və bitti bu maç. Bitti bu maç dostlar. Və bitti bu maç. Rəqibimiz kimdir? Hoyda rəqibə bax. Oy. Çox çətin rəqibdir dostlar. Çox çətindir. Ən çətin rəqibləri bizə atır demək olar. Qəbələ maçı 1-0. Araz Naxçıvan 5-0. Beyble Hasan rəqiblər var. Bizə attığına bax sən canı. İlk oyun ev oyunumuzu oynayacağım da dostlar. Yük nasıl idi dostlar deyəsəm bunun adı. Hə, yük nasıl idi deyəsəm. Ola bırak qapıya qoy. Son anda tutduq ha topu. Hücumduyuz hadi. Kolumbiyalı hücumçumuz hadi. Yok, Kolumbiyalı futbolçumuz da ölmüş. Belə gol 1-0. İki 0 Yük Nasıl'ın qapısını darmadağın eləyirik. Yük Nasıl nəyə uğradığını şaşırıb. Hadi içeri gir. Gol. Golların ardı dayanmır. 3-0. Qəşəng qol. Sarı vərəqə görmür. Düzü sarı vərəqə bütün şey eləyir. Qırmızı görsəz lap sayı çıxacaq. Biraz irəliləsin qol dəqiqələr oyundan çıxartacaq. Qapıya gələn zərbə qapıdan sonra getdi. Yenə hücumda yox. Top Kolumbiyalı hücumçumuza. Keçdi rəqiblərin. Bir dənə keçdi. Topu ayağından qaçırdı. Dəyişiklik eləyək. Çıx. Neçə olmasa girişə bilər bu. Sarı vərəqə görə bilər. Və bitti. Kəpəzlə maç. Baxın dostlar,
nə vaxt qırmızı gördü? Hayda, mən nə xəbərdar olmadım qırmızı gördü. Səfər oyunu dostlar, bəlkə deyirəm sümlə eləyək. Eləyək də görək nə olacaq. 5-1. 5-1. Bu maç bitti. 5-2. Keçdi yük nasılda rahatçılıqla. Rəqib kimdir? Hasan rəqibdir, keçmək olar. Qaydalı, qaydi, sənin bizi yoxluğun məhv elədi demək olar ki. Düz evlə dəqiqəsi olmadı, amma indi baxmayaraq. 5-0. Hadi uşaqlar, kubok maçını qazanaq. Qəşəng qazandıq. Və başlayaq. İndi burada finalda bizə kim gəlsə asan olar dostlar? Sparta Prag. O gəlsə asan olar. İlk oyunumuz bunlara qarşı ev oyunudur. Deyirəm sümülü eləyək dostlar ilk oyunu. Rəqibin kadrosu çox aşağıdır. 1-0. Bunu özümü oynamalıyam. Təhlükəyə girir. Böyük ihtimal dostlar səri burada bitəcək. Çox qəşəng səri idi. Amma bilmək olmaz. Sondan da qayıda bilərik. Oy, boşluğa bax, boşluğa bax. Oxlaq. Nə qardı bu oxlaq? Topu yumruqladı birbaşa. Qoymur. Müdafiəçimiz qoymur, amma bunlar yenə hücumdadır. Qəşəng. Nə qardı o saçdı? Hansıydı o? Hə, bu qəşəng. Nə qardı nə olasan? 99 nömrəniz. Halaldır. Hücumdayıq. Kolumbiyalı hücumçumuz keçdi qapıya zərbə və qol. Və qol. 1-0, 2-0. Dostlar, bir dəqiqə saxlayıb bir şey deyəcəm. Heç belə video uzun çəkməmişdim dostlar. İlk videomda belə uzun. Görək də. Onsuz dostlar, çox yoruldum. Adamı yorucu gəldi. Bir də fasilə almırsan axı videonu. Oxlaq, qəşəng oxlaq. Oxlaq nə var abi? Qapçı nəfə çıxartdı, halaldı. %100 qol çıxartdı qapçılar. Və bitdi, Qarabağ finalda qəşəng. Və Sparta Prag gəldi, elə dediyimiz oldu. Chelsea Konferans Ligini qazanıb və gəldi o maç. Rəqibin kadrosuna baxırıq. Elə də. Və başlayaq. Avropa Ligi Qarabağa gəlirmi yoxsa? Maça başladıq. Sparta Prag çətin rəqibdir. Yəni bunu məncə hamı bilir ki. Biz bunlarla 3 oyun oynamışıq. İkisini bunları udub, birini biz utmuşuq. O da Şampiyonlar Ligində. 35-ci dəqiqə hücumdayıq. Hadi uşaqlar. Kolumbiyalı müdafiə hücumçumuz qaç. Gol. Qarabağ 1-0 qəşəng. Qəşəng uşaqlar. İndi hesabı qorumaq lazımdır. Hesabı qoruyub saxlamaq lazımdır. Qəşəng. Qaldır topu. Keçdim. Girdim müdafiə. Gol. 2-0. Bir də ondan sevincimizi yaşayaq. Topu uzaqlaşdırdıq qəşəng. Hücumdayıq.
3-0. 3-0. Sparta bırakacak bütün ümidlərini kəsib. Yəni bırakmaq düşər müdafiə. Qəşəng. Nağardı bu uşaq. Bu oyuncumuz 35 yaşdır. Halal oldu sana. Qoymur qapıya bir dənə qol gəlsin. Hücumluq. Uzaqdan zərbə, qapı direği. Oynadı Kolumbiyalı hücumçumuza. Gol. 4-0. Və bitti dostlar. Və bitti. Və kubok qəşəng gətirdi ölkəmizə. Qəşəng. Və dostlar, seri burada bitti dostlar. Yəni çox uzun seri demək olmaz ki oldu. Yəni bir qəşəng seri də burada bitdi. Yəni dostlar, çox uzun video elədim. Mən ilk dəfə belə uzun video çəkirəm. Kanalıma da baxa bilərsiniz. Oy. Çox belə çətin oldu. Gətirdik amma buradan da sizə göstərim. İlk dəfə. Tabi burada birinci rol oynayan varsa o da Oklaqdır. Slovakiyalı qapçımız. Qəşəng kurtarışı elədi. Bir də Kolumbiyalı hücumçumuzdur. Və bir də bu saçlı var. Görürsünüz dostlar, fil dişli. Bir də bizim ölkəmizin oyuncuları. Onlar da çox şeylədir. Və bu maçı da keçək boş şeydir. 2-0 olsun. Bunları da sizə göstərim dostlar. Balon da uzadı. Oradan da bağlayayım. Və bu kariyerdə belə qəşəng bitdi. Ayda para vurdum yemin. Balon alıp altına yapmadım. Vinicius'da kazanıp balonduru. Və belə dostlar, sağ olun, salamat qalın deyirəm. Bir sərimizə daha son buldu. Gələn videolarda görüşmək üzrə, sağ olun, salamat qalın.